Bugünkü dərsimizdə deməli kömürün bilirik ki, adsorpsiya qabiliyyəti var. Bərk mayenin maye və qazları udma qabiliyyətinə adsorpsiya deyilir. Onu göstərmək üçün belə bir təcrübə aparacağıq. Birinci sənə 5 qəpiyi, yəni misdən hazırlanmış qəpiyi nitrat turşusu olan kolbaya salır. Ağzını bağlayırıq və gözləyirik. Baxın, rəng dəyişməsini onsa müşahidə eləyirik. Qonur rəhli qazı görürsünüz. Biraz gözlədikcə qonur rəhli qaz kolbanın içərisinə yığılacaq və biz onu sonra digər kolbaya qazı yığıb adsorpsiya edəcəyik. Uşaqlar, qaz artıq çıxmağa başlayır. NO2 zəhərli qazdır. Biz qonur rəhli qazı digər kolbaya yığırıq. Uşaqlar, indi qonur rəhli qazı yığdıq digər kolbaya, görürsünüz. İçərisinə aç, kömür əlavə edirik və ağzını bağlayırıq kolbanın. Bir müddət gözləyirik. Uşaqlar, aktiv kömürü qoymuşuq içərisinə və rəngin, qonur rəhli qazın get-gedə deməli azaldığını görürsünüz. Kömür hal-hazırda onu adsorpsiya edir. Yəni öz içərisində olan məsamələrə qonur rəhli qazı udur. Qonur rəhli qaz tamamilə demək olar ki, bəli, adsorpsiya elədi. Biz kömürün adsorpsiya qabiliyyətini beləliklə əyani olaraq gördük.